Bugün ölkəmizdə Ağdam şəhər günü qeyd olunur. Ağdamın azad edilməsi Azərbaycan tarixinin ən önəmli səhifələrindən biri kimi ölkə gündəmində öz yerini qorumaqdadır. Xatırladaq ki, Vətən müharibəsində qazanılan qələbə və Müzəffər Ali Baş Komandan İlham Əliyevin diplomatik məharəti nəticəsində 2020-ci il noyabrın 20-sində Ağdam rayonu hərbi əməliyyat aparılmadan tam itkisiz şəkildə Azərbaycana qaytarılıb. Bu hadisə müharibə dövrünün ən mühüm siyasi nailiyyətlərindən biri kimi dəyərləndirilir. Ağdamın işğaldan azad edilməsi yalnız bölgənin deyil, bütövlükdə ölkənin sosial, iqtisadi və strateji inkişafı üçün yeni imkanlar açdı. Hazırda rayonda geniş miqyaslı bərpa və yenidən qurma işləri, o cümlədən yol nəqliyyat infrastrukturunun qurulması, yaşayış məhəllələrinin salınması və mədəni irsin bərpası sürətlə davam etdirilir. Şəhərin azad edilməsinin ildönümü münasibətilə ölkənin müxtəlif bölgələrində tədbirlər keçirilir. Şəhidlərin xatirəsi ehtiramlanılır. Ağdamın böyük qayıdışının reallığa çevrildiyi vurğulanır. Dilbər Vüqar qızı, Bölgə TV.